Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Vel âkıbetu lil muttaqin ve sallallahu ala Muhammedin ve alihi tayyibin tahirin ve lanetullah ala a'dâihi ecmaîn. Allahumme accil velikel ferec. Deməli əzizlər, mövzunun davamı olaraq vəkillərin, naiblərin xüsusiyyətləri haqqında danışırdıq. Digər xüsusiyyət də onlarda olan ədalətlilik və etibarlılıq idi ki, maliyyə məsələlərində İmam Əleyhisselam tərəfindən birbaşa və yaxud da vasitəli şəkildə nümayəndə təyin edilmək, məntəqə üzrə nümayəndə olmaq üçün imamın etibar göstərməyi ədalət və etibarlılıq kimi xüsusiyyət şərt idi. Yəni imamla insanlar arasında əlaqələndiricilik vəsvəsi və sual-cavabların birindən digərinə çatdırılması da bu nümayəndələrin imam və insanların etimad göstərdiyi şəxslər olmağını tələb edirdi. Və bəzən çaşqınlıq dönəmi kimi tanınan dövrlərdə yalnız vəkillərin etibarlı olması bütün şübhələri aradan apara və işləri nizamlaya bilərdi. Ki, xüsusi naiblər kimi bəzi vəkillərə də İmam Əleyhisselam tərəfindən açıq şəkildə etimad göstərilib. Məsələn, İmam Əleyhisselamın əmriyə və onun oğlu barəsindəki fikirləri var ki, Əl-əmriyu və abnuhu siqatan fəmə əddiya iləykə ənni fəənni yuəddiyan. Ki, deyir, əmri və oğlu mənim etimad göstərdiyim siqə şəxslərdirlər, yəni, və onlar sənə hər nə çatdırsalar, bil ki, mənim tərəfimdən onu çatdırmış olurlar. Hətta azğınlığa düşə bilən bəzi nümayəndələr belə vəkillik qurumunda çalışdıqları vaxtlarda doğru yolda olmuş və imamın tərəfindən onlara etimad olunmuşdur. İmam Mehdi Əcəllah Fərəcəh də bu barədə ümumi şəkildə nümayəndələri haqqında ki, bu cür buyurubdur ki, məsələn, leysə fînə şəqqun və lə fîmən yəqumu məqamənə şəqqun. Bizim tərəfimizdən iş görən, xidmət edən şəxslərin barəsində əsla şəkkə düşməyin, şəkk etməyin, şübhə etməyin. Və rical alimlərinin də çoxu vəkillərin maliyyə məsələlərindəki etibarlılığını qəbul etməklə sırf vəkillik məqamına sahib olmalı səbəbilə onların şəxsiyyətində mötəbər sayırlar. Məsələn, Şeyx Tusi, Əllamə Hilli, Şeyx Bəhai, Vəhid Bəhbəhani kimi hesab ediblər ki, İmam Əleyhisselama vəkili olaraq seçilən şəxs aşkar və dolayısı yolla fərq etmir, həmin şəxsin etibarlılığına dəlildir. Mərhum Vəhid Bəhbəhani hətta Tənqihul Maqalda qeyd edir ki, imamlar yalnız etibarlı, etimadlı və ədalətli şəxsləri vəkil təyin ediblər. Ancaq Şeyx Əbdülnəbid Cəzairi və Seyyid Xoy Qudsi kimi rical alimlərimiz bu fikri qəbul etməyiblər. Məsələn, Seyyid Xoy Qudsi yazıb ki, əgər belə bir iddia doğru olsaydı, vəkalət sistemində də bircə dəfə də olsun satma və xəyanət kimi rast gəlinməzdi. Amma bu qurumda azğınlıq hallarda baş verməsi hamıya məlumdur. Mahiyyət olaraq. Amma indi olsun ki, bu alimlər də onu qəbul edəndə hansı qərini ilə ediblər, o həmin dönəmdə sabit, etibarlı olmalarını. Ki, sonradan azıblar bunlar. Bütün vəkillərin, yəni dini savadının, hədis elmi haqqında bilgilərinin hansı dərəcədə olması barəsində bizim tam məlumatımız yoxdur. Ki, məsələn, bunun elmi səviyyəsi buydu, tam hamısının haqqında olsun, təəssüf ki, yoxdur. Amma aydın məsələdir ki, vəkillərin əksəriyyəti öz yaşadıkları məntəqənin birinci dərəcədə tanınmış alimləri olmayıblar. Hətta baş vəkilləri, xüsusi naibləri də birinci dərəcəli alimlərdən olmayıb. Məsələn, Osman ibn Səid az rivayət nəql edibdir, məsələn, bizim mənbələr. Muhammed ibn Osman və Hüseyin ibn Ruh daha çox rivayət edibdir, misal. Amma məsəl üçün mühəddislər, fəqihlər və digər şia alimlərlə müqayisədə elə də onun xüsusi bir elmi məqam sahibi olması görünmür. Məsələn, vəkillər arasında bəzən Əhməd ibn İshaq və yaxud da Şəlməğani kimi raviləri də, alimlərə də rast gəlinir ki, onların elmi xüsusiyyətləri diqqət mərkəzində olmayıbdır. Hətta vəkillərə rütbə və dərəcə verərkən belə onların elmi məqamına diqqət yetirilməyibdir. Yalnız onların ictimai, idarəçi qabiliyyətinə daha çox əhəmiyyət verilir. Çünki vəkillərin fəaliyyəti dövründə, hətta kiçik qeyb dövründə böyük alimlər Qumda və Bağdadda yaşayırlar, amma vəkillik qurumunda heç bir məqama sahib deyirlər. Ki, hətta Hüseyin ibn Ruh alimlərin nəzərini öyrənmək üçün Ət-Təədib kitabını Bağdaddan Qum şəhərinə göndərir ki, onu təhqiq eləsinlər. Ki, görünən də budur ki, vəkillik sistemində təmiz olmayan şəxslərdə elmi məqamı əsas səciyyəvi cəhət olaraq nəzərə alınmayıb və onların ictimai idarəçilik və təşkilatçılıq bacarıqları diqqətə alınırdı.
Maraqlısı da odur ki, birinci dərəcəli şia alimləri vəkillərə müraciət edib və öz sual və şübhələrin cavablarını imamla, onların vasitəsilə əldə ediblər. Və insanlar öz suallarına cavab almaq üçün adət üzrə alimlərə müraciət edirdi təbii ki. Və belə ki, vəkalət sisteminin əhatə dairəsi müsəlman məmləkətlərinin müxtəlif məntəqələrində məskunlaşan şia əhalisinə bağlı idi. Əsas mərkəz Bağdadda idi. Kufə, Mədain, Vasit, Bəsrə, Nəsibin kimi İraq ətrafı bölgələrdə nümayəndəlik vardı. Vəkillərin əksəriyyəti İranın Qum, Avi, Həmədan, Rey, Qəzvin, Kermanşah, Azərbaycan, Əhvaz, Xorasan, ki Xorasanda Beyhəq, Səbzivar, Mərv, Bəlx, Kabil, Səmərqənd, Buxara bunlar da aid idi ora ki, şəhərlərində də fəaliyyət göstərirdi. Onların hər birində müstəqil bir vəkil var idi. Hətta vəkillik sistemində Ərəbistan yarımadasında, Mədinə, Məkkədə də, Yəməndə də fəaliyyəti var idi və müxtəlif dövrlərdə bu ölkələrdə fəaliyyət göstərən ailələr nümayəndələrin adları da çəkilibdir. Şiələrin olmaması yaxud sayının az olması səbəbindən vəkillik sisteminin digər müsəlman məmləkətlərdə fəaliyyət göstərməsi haqqında da əlimizə bir məlumat çatmayıbdır. Bəlkə də olubdur, bəlkə də az olub deyə bizə məlumat çatmır, yaxud da tarixi mənbələr ki, bəzən görsən ki, o təcavüzə məruz qalıbdır. O yüzden gəlib çıxmırdı. Əla kulli hal. İndi müxtəlif dövrlərdə şiələrin yaşadığı məntəqədə fəaliyyət göstərən nümayəndələrin adları olubdur. O adlar ki, bizə çatıbdır və istəyirəm ki, inşallah onlara toxunum və biz görək ki, həqiqətən də imamın vasitələr vasitəsilə kimlər, hansı şəxslər ki, adlar bizə çatıbdır, onlar vəkil, nümayəndə, səfir olubdular. Məsələn, Mədinə şəhərində Müfəzzəl ibn Ömər, İmam Sadiq əleyhissalamın dövrüdür. Mualla bin Xuneys, İmam Sadiq əleyhissalamın dövrüdür. Nəsir ibn Qamus, İmam Sadiq əleyhissalamın dönəmidir. Əbdurrahman bin Həccac, İmam Sadiq əleyhissalam və İmam Cavad əleyhissalamın dövrünün bir hissəsi. Heşam bin İbrahim, İmam Rıza əleyhissalamın dönəmi olubdur. Mədinədə. Muhammed bin Əhməd bin Həmmad, İmam Həsən Əskəri əleyhissalamın dövründə, Yahya bin Muhammed Ərdi qeyb dövründə olubdur. Sonra Məkkədə Xalid bin Nəcih, İmam Kazım əleyhissalamın dövrüdür. Əli bin Cəfər Həmmani, İmam Hadi əleyhissalam, İmam Həsən Əskəri əleyhissalamın dövrüdür. Ki sonra Kufə şəhərində Əbdurrahman bin Həccac, İmam Sadiq əleyhissalamın dövrü, İmam Cavad əleyhissalamın dövrünün hissəsi. Həyyan Sərrac, İmam Kazım əleyhissalamın dövrü. Səffan bin Yahya, İmam Rıza əleyhissalam və İmam Cavad əleyhissalamın dövrü. Əyyub bin Nuh, İmam Hadi əleyhissalamın dövründə. Bəni Kuli ailəsi, kiçik qeyb dövründə. Bəni Zəcuci ailəsi, kiçik qeyb dövründə. Bəni Zürarə ailəsi ki, kiçik qeyb dövründə. Asimi, kiçik qeyb dövründə olub. Əbu Cəfər Zəcrəci, kiçik qeyb dövründə. Əhməd bin Muhammed ibn Süleyman Razi, kiçik qeyb dövründə. Kufə şəhərində vəkil, nümayəndə olurlar. Sonra Bağdad şəhərində Əbdurrahman bin Həccac, yenə də İmam Kazım əleyhissalamın dövrü, İmam Cavad əleyhissalamın dövrü. Ziyad bin Mərvan Qəndi, İmam Kazım əleyhissalamın dövrü. Muhammed bin Fərəc, İmam Cavad əleyhissalamın, İmam Hadi əleyhissalamın dövrü. Hüseyin bin Əbdurrəbih, İmam Hadi əleyhissalamın dönəmidir. Əbu Əli bin Rəşid, İmam Hadi əleyhissalamın dönəmi. Ürvə bin Yahya Dəhqan, İmam Həsən Əskəri əleyhissalamın dönəmində. Zürarənin nəvəsi, Zürarə bin Əyyunun nəvəsi Süleyman, İmam Hadi əleyhissalamın dövründə. Əhməd bin İshaq, kiçik qeyb dövründə. Muhammed bin Əhməd bin Cəfər Qutan, kiçik qeyb dövründə. Hicaz bin Yazid Vəhşa, Muhammed bin Salih Həmədani, Muhammed bin Cəfər Əsəd Ərradi, həmçinin Əbu Muhammed Əli bin Həmman, Əbu Abdullah bin Muhammed Kətib, Əbu Abdullah Baqtani ki, bunlar da kiçik qeyb dövrünün Bağdadda olan vəkilləri, nümayəndələr olublar. Həmçinin Əbu Səhil İsmail bin Əl-Nubəxt olub, Əbu Abdullah Həsən ibn Vəzna olubdur, Cəfər bin Mə'til olubdur, Əhməd bin Cəfər bin Mə'til olubdur, Bilali olubdur ki, hətta Bilali İmam Hadi, İmam Həsən Əskəri əleyhissalamın dövründə görür və kiçik qeyb dövrünün əvvəlində də naib olubdur. Sonra Muhammed bin Əli Şəlmağani ki, Mədaini ikinci vəkilin dövründə olubdur bunlar məsəl üçün. Sonra Samira şəhərində məsələn Osman bin Səid Əmri, İmam Hadi, İmam Həsən Əskəri əleyhissalam və kiçik qeyb dövründə.
Faris bin Hatem bin Mahuya Qazvini İmam Hadi Aleyhisselamın dövründə Samirədə olub. Sonra Ali ibn Cəfər Həmmani ki İmam Həsən Əskəri Aleyhisselamın dövründə və Həsən bin Əhməd Kiçik Eyüp dövründə Samirədə nümayəndə olub. Sonra mesela Qum şəhərində Abdüləziz bin Muhtədi Qumi İmam Rıza Aleyhisselamın dövrü. Ki Zəkəriyə bin Adəm Əl-Qummi İmam Rıza və İmam Cavad Aleyhisselamın dövrü. Musafir İmam Cavad Aleyhisselamın dövrü. Yahya bin Əbu İmran İmam Cavad Aleyhisselamın dövrü. Əhməd bin Həmzə Yəsə İmam Hadi Aleyhisselamın dövrü. Əhməd bin İshaq Əşhəri Qummi İmam Həsən Əskəri Aleyhisselamın dönemidir. Muhammed bin Əhməd bin Cəfər Qummi Əttar İmam Həsən Əskəri Aleyhisselamın dövrüdür. Hüseyin bin Nəzir Qummi Əbu Səddam. Bunlar Qum şəhərinin nümayəndələri oldular. Sonra Rey şəhərində Əbu Ali Muhammed bin Hammad Mərvazi İmam Həsən Əskəri Aleyhisselamın dönemidir. Muhammed bin Cəfər Əsəd Ərvadi Əsədi Sibami ki mərhum Keşinin yazdığı ricaldaşlardır əsasən. Bunlar Reyin vəkilləri olubdular. Sonra Həmədan şəhərində Yahya bin Əbu İmran İmam Cavad Aleyhisselamın dövründə, o dövrdə həmçinin İbrahim bin Muhammed Həmədani də olubdu. Sonra Əli bin İbrahim bin Muhammed Həmədani isə Kiçik Eyüp dövründə olubdu. Həmin bu Həmədan şəhərində. Sonra Muhammed bin Ali bin İbrahim Kiçik Eyüp dövründə, Qasim bin Muhammed bin Ali İbrahim o da Kiçik Eyüp dövründə olubdu. Həmçinin Əbu Ali Bistan bin Ali Əziz ibn Zuheyr Əbu Abdullah Harun bin İmran, Muhammed bin Salih bin Muhammed Həmədani. Bunlar və eyni zamanda Azərbaycanda həmçinin mənbələrə əsasən 3 nəfər naibin adı çəkilir ki, Qasim bin Əla Kiçik Eyüp dövründə, Həsən bin Qasim bin Əla Kiçik Eyüp dövründə və Əhməd Deynəvəri ki, bunlar Azərbaycanda vəkil, naib olubdular. Həmçinin Əhvaz və Bəsrə əyalətində də Abdullah bin Cündəb olub, İmam Kazım və İmam Rıza Aleyhisselamın dövrü, Əli ibn Məhziyar İmam Rıza Aleyhisselamın dövrü və İmam Hadi Aleyhisselamın dövrünün bir hissəsi, İbrahim bin Məhziyar İmam Həsən Aleyhisselamın dövrü, Muhammed ibn İbrahim bin Məhziyar Kiçik Eyüp dövrü, Muhammed bin Nəfs Kiçik Eyüp dövrü ki, vəkilləri olubdular. Sonra Beyhəq, Səbzivar, yəni və Nişapur məntəqələrində Fəzl ibn Sinan İmam Rıza Aleyhisselamın dövründə, həmçinin İbrahim bin Səlami olubdur. Əyyub bin Nəb İmam Həsən Əskəri Aleyhisselamın dönəmidir. İbrahim bin Əbduh və Muhammed ibn Şazan ibn Nəym Nişapuri Kiçik Eyüp dövründə olubdur. Səmərqətdən 2 nəfərin adı bizə gəlib çatıbdır ki, mərhum Şeyx Qüsur Ricalın əsasən Əli ibn Hüseyin bin Əli və Əbu Muhammed Cəfər ibn Məruf hər ikisi Kiçik Eyüp dövründə olmuş vəkillərdir. Və əlimizdəki müxtəlif mənbələrdən götürülmüş xüsusi naib, yəni baş vəkil, kiçik vəkil, vəqf işləri üzrə vəkil daxil olmaqla 85 vəkilin adı mövcuddur. Ki, bu saydıqlarımız adlar ki var idi. Yəni, xülasə bu qədər bizim əlimizə gəlib çatan cəm olmuş adlar var. Ki, biz rical kitablarına baxdıqda bunları görürük. Və qeyd edeyim ki, Hicrətin 260-cı ilində İmam Həsən Əskəri Aleyhisselamın xəlifə Mötəmid Əbbasi tərəfindən şəhadəti ilə əlaqədar 12-ci İmamın Kiçik Eyüp dövrü başlayır və bu müddət 69 il çəkir. İmam Mehdi Cəlal Fələcəhin qeybət çəkilməsini bir çox amillər şərtləndirirdi ki, onların hamısı barəsində yəni biz nə qədər danışsaq uzanar. Ancaq müsəlman cəmiyyətinə hakim olan siyasi, ictimai və mədəni mühit bu şəraitin bu amillər arasında olmağı nəzərə alsaq, İslam dünyasının qeyb dövrü astanasındakı vəziyyət haqqında yığcam danışmaq lazım gəlir. Buna görə də İslam və Şiə dünyasının siyasi və mədəni vəziyyəti 2 hissədə, Kiçik Eyüp dövründən əvvəl və Kiçik Eyüp dövrü olaraq araşdırılır. Ki 12-ci İmamın qeybət çəkilməsi ilə nəticənin 3-cü Hicri əsrinin ortalarındakı siyasi qüdrət ümumi şəkildə 2 qrupun əlində idi. Bunlardan biri Bağdaddakı siyasi hakimiyyətdən əlavə müsəlmanlar üzərində mənəvi hakimiyyəti də özünə məxsus bilən Abbasi xilafəti, ikinci isə İslam hökumətinin siyasi parçalanmasının ardınca yaxud da kiçik bir birlikdə imarətlərin onlara tapışırılmasında meydana gələn yarım müstəqil hakimiyyətlər idi. Məsələn, Abbasi xilafəti Hicrətin 132-ci ilində
onların tərəfdarları tərəfindən Əməvi hökumətinə son qoyulur. Hakimiyyətə bu Abbasilər gəlir. Harun Rəşid, oğlu Məmun ki, hakimiyyətdə olduğu illərdə Abbas hakimiyyəti Qızıl Əsr adlandırılır. Ki, bu sülalənin hakimiyyəti həmin dövrdə özünün ən yüksək zirvəsinə çatır. Bütün İslam dünyası onun tabiçiliyinə keçir və bunun nəticəsində Avropanın bəzi dövlətləri ilə siyasi dostluq əlaqələri yaranır. Məmun daha çox dini və dünyəvi elmlərə diqqət ayırması, onların yayılmasına sayğı göstərməsinə görə tanınıb. Ancaq onların canişinləri ki, bu vəziyyəti davam etdirmək üçün lazım və gərəkli olan bacarığa malik deyildilər. Ona görə də Abbasi xilafətinin siyasi qüdrəti tədricən azalmağa başladı, saray əyanları və hərbiçilərin nüfuzu artdı və müsəlman torpaqlarında yarımüstəqil hökumətlər meydana gəldi. Ki, bu şərait də Möhtəsimin xilafətdə olduğu illərdə yarandı. O qardaşı Məmunun saray əyanları və ordu başçılarına etimadı olmadığı üçün müharibədə əsir və qul olaraq götürülmüş, saraya aparılmış və orduda istifadə olunan türklərə üstünlük verirdi. Hətta Təbərrüz tarixinin 8-ci cildində də bunları qeyd edir və onun və canişinlərinin onlara həddindən artıq etimad göstərməsi türk hərbiçilərinin öz bacarıq və ləyaqətlərini göstərərək orduda dövlət işləri vəzifələri yol tapa bilməyinə səbəb olur və türk əyanları özlərinin Abbaslara qarşı sədaqətlərini sübuta yetirsələr də xilafətə həddən artıq nüfuz etmələr onların itaatkarlıqdan boyun qaçırmağına gətirib çıxarır və qabaqdan planlaşdırılmış qaydada Abbasi xəlifələrini həbs etməyə, hətta qətlə yetirməyə əl atırlar. Nəticədə onların siyasi hakimiyyətini zəiflətdilər. Ki, kiçik dövrün başlanmasına qədər olan dövrdə də Abbasi xəlifələrindən bir neçəsi olubdur ki, məsələn, Harun bin Möhtəsim Vasiq Billah adlanır. Ki, Harun atası Möhtəsimin ölümündən sonra Hicrətin 227-ci ilində xilafətə gəlir. Hakimiyyətdə olduğu qısa vaxt ərzində 232-ci ildə çünki cəhənnəmə vasıl olur. Müxtəlif bölgələrdə bir sıra üsyanlar baş verir. Bu dövrdə türklər, xüsusilə Əşnas ki, türk böyük qüdrət əldə edir. Vilayət hakimləri və özümüzdə Xorasan, Təbəristan və Kermanın hakimi olan Abdullah bin Tahir güclənir. O da 232-ci hicrində xəstəlikdən ölür. Həmin bu Harun bin Möhtəsim. Sonra Cəfər ibn Möhtəsim gəlir. Mütəvəkkil Billah ləqəbindən tanınır. Bu mütəvəkkil də qardaşından sonra gəlir. Yəni Harun bin Möhtəsimdən sonra gəlir. O da şərəbxor, xasiyyət, təəssübkeş adam idi. Möhtəzillərə qarşı olan mütəvəkkil hədis əhli dəstək verirdi. Ələvilər və şiələrin kəskin şəkildə düşmənçiliyini edirdi. Hətta müqəddəs ziyarətgahların ziyarətini qadağan edir. Yəni orada qadağan edir ki, müqəddəslərin ziyarəti ümumiyyətlə olunmasın. Və 235-ci hicrində də İmam Hüseyin əleyhissalamın məqbərəsinin uçurulması barədə göstəriş verir. Onun dövründə bir çox şiələr həbs edilir, işgəncəyə məruz qalır və qətlə yetirilir. Mütəvəkkil Abbasi sonda öz oğlu canişini Muhammed belə deyək də, Müntəsirin hiləsi və türk ordu başçının köməyi ilə öldürür. Ki, Muhammed bin Mütəvəkkil, yəni Müntəsir Billah ləqəbindən ki, tanınır. Cəfər ibn Möhtəsimdən sonra hakimiyyətə gəlir. Ki, Müntəsirin hakimiyyəti 6 aydan çox çəkmir. Çünki tezliklə atasını öldürməklə əməkdaşlıq etdiyi şəxslər tərəfindən zəhər içirdirib öldürülür. Ələvlərə, şiələrə qarşı yaxşı münasibəti, habelə əhl-i beytə meyilli olması şiələrin vəziyyətini yaxşılığına səbəb olur və ələvlərə amanlıq verir, əminlik verir. Həm də deyilir ki, o mütəvəkkili əhl-i beytə xəyanət etməyinə görə öldürüb. Görə ki, Muhammed bin Mütəvəkkil hətta bu işi ona görə görüldü. Bu da cəmi 1 il hakimiyyətdə olur. Yəni 247 hicrində gəlir, 248-də ölür. Və Müntəsir də öldürüldükdən sonra təqribən 10 illik dövr ərzində ki, Abbaslərin saray hakimiyyəti böyük Bağay, Seyf və digər türk ordu başçılarının əlində idi. Onlar da işlərin idarə olunmasında üstəkilərinə uyğun şəkildə hərəkət edirdi. Hətta Abbasi xəlifələrin hakimiyyətdən salınmalı, hakimiyyətə gətirilməsi onların əli ilə həyata keçirdi. Onlar xoşladıqları adamı qabağa çəkirdi, xoşlamadığını geri çəkirdilər. Buna görə də amillə də onlar Müntəsirin yerinə Möhtəsimin nəvəsi Müstəini hakimiyyətə gətirdilər.
Ancaq o da türkləri zəiflətmək üçün səy göstərdiyinə görə onlar tərəfindən xilafətdən uzaqlaşdırıldı və Bəsrəyə sürgün ediləndən sonra öldürüldü. Yəni, o dövr ərzində Abbasilərin nəzarətində torpaqların parçalanması prosesi gücləndi. Misir, Xorasan, Sistan, onların əlində olanlar çıxdı. Və həmin məntəqələr yerli əmirlər tərəfindən idarə olunmağa başladı. İndi mahiyyət də budur ki, bundan sonra Mu'təz billah gəldi. Muhammed bin Mütəvəkkil yəni. Hicri 252-də hakimiyyətə gəldi, 255-də o da öldü. Mu'təzin türklərin köməyi ilə hakimiyyətə gəlməyindən sonra xilafətin durumu yaxşılaşmadı. Yəni, türk saray əyanları daha çox sərvət toplamaq istəyirdi və atasının zamanında xəzinədar olan Mu'təzə onlara əmək verilməsi məqsədilə təsir göstərirdi. O isə imtina etdikdə onu hakimiyyətdən uzaqlaşmağa məcbur edib ölənə qədər işgəncəyə məruz qoyurlar. İmam Hadi əleyhissalam onun zamanında elə zəhərlənərək 254-cü ildə zəhərləndirilərək şəhadətə qovuşur. Daha sonra Muhammed bin Mütəvəkkildən sonra, yəni Mu'təz billahdan sonra Muhtədi billah, yəni Muhammed bin Vasik hakimiyyətə gəlir. Muhtədi billaha təqvalı bir şəxs olaraq xarakterizə edirlər tarixdəki islahatları bağlamışdı və onu Əməvilər arasındakı Ömər ibn Əbdüləzizə bənzədirdilər. O yaxşılıqla dəvət edib pislikdən çəkindirirdi, hakimiyyət idarələrini nəzarət edirdi, cəmaatın ədalətlə davranırdı. Lakin onun islahatları türk sərkərdələrinin ziyanlı olduğu üçün onlar onu aradan aparmaq məqsədə əlbir olurlar ki, öldürsünlər təsədən. Və Əhməd bin Mütəvəkkil, yəni Müttəmid Əlallah ki, türklər yəni Mu'təzi öldürdükdən sonra Mu'təmdə beyət edirlər. Onun bəxti gətirir. İlk o xilafət dövründə türk sərkərdələr arasındakı ixtilaflar şiddətlənir və onun siyasi qüdrət baxımından müstəqillik əldə etməsinə zəmin yaradır. Daxili çəkmələr nəticəsində türklər Mu'təmiddən qardaşlarından birinin ordu başçısını təyin etməsini xahiş edir və o Əbu Əhməd Müvəffəqi təyin edir. O həm də Mu'təmidin vəliəhd oldu. Belə deyək ki, onun hakimiyyətin yenidən Abbasilərin əli ilə qayıtmağında böyük rolu var idi və türklərin qüdrət və nüfuzunun azalda, həmçində Mu'təmiddə hakimiyyəti möhkəmlədə bildi. Lakin xəlifənin ölümündən bir il əvvəl vəfat etməsi onun hakimiyyətə gəlməsi ilə bağlı bütün fikirləri puç elədi, bəyanat elədi. Mu'təmidin hakimiyyətinin uzun olmağı, Bağdad sarayında siyasi sabitliyin olmağından xəbər vermirdi. Çünki bu dövrdə baş verən üsyan və qiyamlar Abbasi dövlətini özünə məşğul etdi. Və İslam belədəki dünyasının ayrı-ayrı əyalətlərində, məntəqələrində mərkəzi hakimiyyətdən ayrılmaq tələbləri çoxalmışdı. Və Mu'təmidin hakimiyyətin ilk illərində İmam Həsən Əskəri əleyhissalam şəhid edildi və bununla da 12-ci imamın bir növ həm zuhuru, həm də yəni qeybi baş verdi. Və nəticədə bu oldu ki, Abbasi xilafəti parçalandı. Yəni 2-ci Hicri əsrdə baş verən hadisələrdən biri də ki, ayrılmış yarı müstəqil və müstəqil muxtar hökumətlərin qurulması idi. Yəni İslam dövlətinin parçalanması və onun kiçik və böyük yerli hökumətlərə çevrilməsi özünü Abbasilərin hakimiyyətinin ilk günlərindən göstərməyə başladı. Yəni ilk növbədə müsəlman torpaqlarının genişliyi və onların hamısını nəzarət etməyin çətinliyi, ikinci mərhələdə isə Abbasilərin hakimiyyətin ilk günlərindən göstərməyə başladı. Və İlk növbədə müsəlman torpaqlarının genişliyi və onların hamısını nəzarət etməyin çətinliyindən, ikinci mərhələdə isə Abbasilərin hakimiyyətə belə deyək, yeni gəlməsi və bu ərazilərdə öz hakimiyyətlərini bərqərar edə bilməməsini iləri gəlirdi və Abbasi hakimiyyətinə ayrılan ilk məntəqə Əndəlüs oldu. Yəni müsəlman İspaniyası deyilir ki, İspaniyada müsəlmanlar olan torpaq idi, ərazi idi. Və Əməvi sülaləsində olan şəxslərin əlində qalmışdı. Ondan sonra Harun Rəşidin zamanında İdris bin Abdullah Həsəni ki, İmam Həsən Əsəlamın nəvələrindən idi, özünü Məğribə, yəni indiki Mərakeşə çatdırmaqla bir əsr yarım davam edən müstəqil Şiə əmirliyi yaratdı.
Və Hicrətin 3-cü əsrin və Kiçik Qeyb dövrünün yerli əmirliklərinin siyasi müstəqilliyi dövrü də adlandırmaq mümkündür. Yəni bu dövrdə müsəlman torpaqlarının ayrı-ayrı güşələrdə çox sayda yerli hökumətlər var idi. Ki onların hamısı barəsində danışmaq təbii ki çox uzunçuluq aparar. Ona görə də biz qısa bunlardan bəzilərinə toxunacaq ki, hansı hakimiyyətlər orada məsəl üçün qurulubdur və onlardan hansılar məsəl üçün hansı müddətə idarəçilik sistemində oturubdular. Velhamdülillah Rabbil alemin.